Salam, nəzər nöqtəsi efirdədir. Artıq 2 gündür ki, Azərbaycan cəmiyyəti bir ajitaj yaşamaqdadır. Belə ki, 844 adda dərman preparatının apteklərdən yığışdırıldığı, hətta adi valideoğlu belə əldə etməyə mümkünsüzlüyü bildirilir. Bununla yanaşı dərmanların qiymətində də bir müəmma var və bu müəmmanı aydınlaşdırmağa sözsüz ki, ehtiyac var. Elə buna görə studiyamıza Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyovu və Tarif Şurası katibinin mavini Ceyhun Nəzəfovu dəvət etmişik. Hər ikinizi xoş gördük. Pərviz müəllim, söhbətə başlayaq sizdən. Deyəsən, ilk sözlərindən məndə də bir həyəcan yarandı. Bu həyəcan əslində tamaşaçıların, vətəndaşların həyəcanıdır. Həqiqətənmi 844 adda dərman sıradan çıxarılıb, hətta adi valideoğlu belə əldə etmək mümkün olmayacaq. Minnətdaram dəvətinizə görə. İlk olaraq onu qeyd etmək istərdim ki, bu bir neçə gün bundan əvvəl verilən informasiya Səhiyyə Nazirliyinin adından ki, 844 adlı dərman vasitələrinə qadağa qoyulub. Bu informasiya əslində həqiqətə uyğun deyil, nə mənada? Çünki Səhiyyə Nazirliyi tərəfindən uzun illər aparılan yoxlamalar zamanı dövlət qeydiyyatı olmayan, həmçinin yararlılıq sertifikatı olmayan, istifadə müddəti bitmiş dərman vasitələri satışdan çıxarılır və bu satışdan çıxarılmış dərman vasitələrinin siyahısını bugünkü günü nəzərə alaraq Səhiyyə Nazirliyi adından 844 adlı dərman vasitəsinin satışa qadağa qoyulmuş kimi informasiya getmişdir. Bu informasiyada əsasən orada göstərilən dərman vasitələrinin özlərinə deyil, həmin konkret seriyaların dövrəsinə yəni qadağa qoyulmuşdur. Həmin dərman vasitələrinin digər seriyaları açıq satışda hal-hazırda var və onların satışında heç bir problem yoxdur. Əhali tərəfindən rahat şəkildə həmin preparatlar aptek şəbəkəsinə alınıb istifadə olunur. O seriyada olan dərmanlarda nələr var idi ki, bunlara belə yasaq qoyuldu? Bildiyiniz kimi dərman vasitələri ölkəyə idxal olunan zaman dərman vasitələrinin bütün seriyaları Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin laboratoriyasında yoxlamadan keçirilir. Və bu yoxlamanın nəticəsinə uyğun olaraq, əgər dərman vasitəsinin keyfiyyəti ilə bağlı problemlər aşkarlanmırsa, həmin dərman vasitəsinə yararlılıq haqqında analiz protokolu verilir. Əgər hər hansı bir dərman vasitəsinin keyfiyyətindən bağlı normativ texniki sənədlərin tələblərindən kənara çıxmalar olursa, bu zaman həmin dərman vasitəsinin idxalına icazə verilmir. Bu göstərilən seriyalar Səhiyyə Nazirliyinin icazəsi olmadan ölkəyə idxal olunmuş dərman vasitələridir, olmuşdur və ona görə də həmin vaxtlarda bu dərman vasitələrinin bu seriyalarına satışına qadağa qoyulmuşdur. Amma həmin dərman vasitələrinin özlərinə qadağa qoyulmayıb. Deməli, istənilən vaxt valideoğlu yenə ala biləcək? Əlbəttə, valideoğlu yenə satışda var, yod yenə satışda var, nitrogliserin yenə satışda var. Sadəcə olaraq söhbət konkret o siyahıda göstərilən seriyalardan gedir. Pərviz müəllim, amma bir maraqlı başqa bir detal da var. Niyə məhz bu bayram günündə baş verdi və buna rəsmi bir açıqlama da vermək mümkün olmadı bu 2 gün ərzində. Bəli. Bunun kökündə nə dururdu? Siz açıqlamanı nə vaxt vermişdiniz ki, bunlar bunu mətbuata bayram günü çap elədilər? Bu informasiya bayaq da dediyim kimi illər ərzində bizim mərkəz tərəfindən görülən işlər zamanı, yoxlamalar zamanı aşkarlanmış və satışdan çıxarılmış dərman vasitələrinin siyahısıdır. Yəni bu yeni siyahı deyil. Bu siyahı demək olar ki, 1-2 il bundan qabaq verilən siyahıdır. Yəni indiyənə kimi də o siyahı yenilənir. Yəni hansı dərman vasitəsinin hansı seriyası satışdan çıxarılırsa, o, yəni Səhiyyə Nazirliyinin icazəsi olmadan əgər idxal olunan belə bir seriya aşkarlanırsa yoxlamalar zamanı və bu satışdan çıxarılır və bu barədə də mütəmadi olaraq kütləvi informasiya vasitələrinə Səhiyyə Nazirliyi tərəfindən məlumat verilir. Yəni bunun da bu bayram günlərinə təsadüf etməsi əlbəttə ki, əhali arasında biraz çaşqınlıq yaratdı. Yenə də bir daha qeyd etmək istəyirəm ki, o siyahıda göstərilən dərman vasitələri hal-hazırda satışda var, onların satışına qadağa qoyulmayıb. Sadəcə söhbət orada göstərilən konkret seriyalardan gedir. Ceyhun müəllimi tək qoymayaq, yenə də sizdən söhbətimizi davam elətdirəcəyik. Ceyhun müəllim,